Salam əziz izləyicilər. Bugün DİM 2025-dən kodlaşdırma, informasiyanın kodlaşdırılması bölməsindən birinci sualımızın izahına baxaq. Konferans zalında qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır? Burada 180 stul bizim əlifbamızın gücüdür. Yəni, böyük N bərabərdir 180-ə. Biz də bilirik ki, bizdə əlifbanın gücü böyük N bərabərdir 2 üstü kiçik N. Burada böyük N əlifbanın gücü, kiçik N isə bir simvolun kodlaşdırılması üçün lazım olan informasiyanın həcmini bildirir. 180 bilirik ki, 2 üstü 7, yəni 2 üstü 7 ilə 2 üstü 8 arasında yerləşir. 2 üstü 7 128 simvolu kodlaşdırmağa yetir. 2 üstü 8 isə 256 simvolu kodlaşdırmağa. Biz burada 2 üstü 7 götürsək, yəni 7 bitlə götürsək, 180 stolun hər birini kodlaşdıra bilmərik. Amma 2 üstü 8 götürsək, yəni 2 üstü 8 256-ya qədər olan simvolları kodlaşdıra bilərik. Ona görə də bizim üçün 180 stolu kodlaşdırmağa ən azı 8 bit lazımdır. Düzgün cavabımız D variantı.